Bugün size Almanya'nın Kirchhain İnstitutundan bir il növbədə duraraq gətizdirdiyimiz ana arı barəsində danışmaq istəyirəm. Bir ədəd gördüyünüz, baxın bu cür gördüyünüz bir ədəd ana arıya 800 manat, 400 euro pul ödəmişik. Yəni yol haqqı ilə bir yerdə 1000 manata yaxın pulumuz çıxıb. Yəni bir ədəd arı. Bu arının özellikleri nedir ki bu kadar pul verip bir il növbədə gözləyib biz Almanya'nın Kirchhain İnstitutundan ana arı gətizdirmişik özümüzə. Bakın ana arının sənədləri bunlardır. Ve burada da bütün her bir şey qeyd olunub. Ana arının sənədləri, sağlamlıq haqqında kağızı həkim tərəfindən, yəni bunlar tam sağlam olduğu və məhsuldar olub olmadığını yoxlayıb artıq bizə təhvil verirlər. Əslində bizə bunu vermirlər. Bu artıq biraz uzun mövzudur. Bu mövzuya girişmək istəmirəm. Alman vətəndaşı bunu götürüb və bizə göndərib. Deməli, əziz yoldaşlar, baxın. Bu qəfəsdir. Bu qəfəsin içərisində 3 nömrəli ana arımız yerləşir. Bu ana arını inşallah biz indi buraxacağıq. Bu ana arını eğer hansısa bu kadar arıların içerisindeki bir adet arı beğenmese, onu sançsa təsəvvür edin ki bizim 400 euromuz getdi. Əsas məsələdə 400 euro bir yana bir il növbədə gözləməyimiz havayı gedəcək. İnşallah ki Allah'a dua edə biz bu ana arını buraxacağıq. İnşallah bunu qəbul edərlər. Arıların hərəkətindən biz hiss edirik ki artık bunu bəyəniblər. Çünkü bütün arılar ana arının ətrafına yığılıb ve ana arıya demək olar ki sanki itaat etmiş kimi davranırlar. Ona göre biz artık qərar vermişik 3 gün qəfəsdə saxladıktan sonra ana arını buraxaq ki ana arı artık öz nəslini davam elətdirməyə başlasın. Biz de bu ana arını damazlıq arı kimi istifadə edib bu arıdan yeni növ özümüz için ana arılar yetiştirip öz arıxanamızı bundan təmin edəcək və vaxtımız olarsa əgər, sözsüz ki mənim vaxtım olmayacaq, mən arı məhsullarının satışı ilə məşğulam. Mənim yaxın dostlarım var. Həmin dostlar gəlib bu damazlıqdan istifadə edib sizin üçün ana arının satışını edəcəkdir. Həmin yoldaşlara da sifariş etmək üçün Mart-Aprel ayından artıq öz sifarişlərinizi verə bilərsiniz. Çünkü çok güçlü talabat olacak. Deyərdim ki Azərbaycana birinci dəfədir ki bu cür sənədlə, bu cür Kirchhain İnstitutundan birinci dəfə artıq ana arı gəlib. İndi isə keçək ən həyəcanlı məsələyə. Bu ana arını qəfəsdən buraxmağa. Görək arılar necə bu Alman gözəlini qarşılayacaqlar. Arıların rəftarından belə görürəm ki ana arını çox bəyəniblər. İnşallah ki yanılmaram. Bəzən olur ki arıların rəftarı bizi aldada bilir. Arıları çox da incitmək